11 saniyə qaş çəkəcəksən. Əvvəl əziyyət çəkirdinsə, bugün əziyyət çəkməyəsən. Qabiliyyətə ehtiyac yoxdur. Birinci 3 dənə nöqtə yerləşdiririk. Baş nöqtə, qırılan nöqtə və son nöqtə. İkinci, üçüncü nöqtənin arasında məsafə daha az olur. Baş nöqtədə bizdə seyrək tüklər yuxarı baxır çox vaxt. Ona görə 2-3 dənə seyrək tük bu formada atırsan, ondan sonra istiqamətini dəyişib biraz o xəttləri aşırdırsan. Üçüncü hissədə isə tam istiqamətini dəyişir. Məsələn, burada qələmə möhkəm basmadan biz seyrək tüklərimizi qeyd edirik. 1-2-3 dənə atdınız, keçirsiniz növbəti istiqamətinə. Lazım olsa uzunluğunu düzəldə bilərsiniz. Üçüncü hissədə isə tam əksidir. Yəni onun istiqaməti tam dəyişir, amma portretinizdə qaşın forması belədirsə, ucunu mütləq nazikləşdirin. Çox adam səhvi ondadır ki, o uc hissəsini çox qalınlaşdırırlar. Sanki qaşın o baş hissəsi kimi eyni olur deyə düzgün görsənmir. Tündləşdirməyə isə uc hissədə tündləşdirirsiniz. Bir daha eyni istiqamətdə işləyib tündləşdirirsiniz. Yəni doldurmağa ehtiyac yoxdur. Sadəcə yavaş-yavaş eyni istiqamətdə işləyib ya tünd qələmdən istifadə edib biraz tündləşdirə bilərsiniz. Amma baş nöqtəsi çox vaxt açıq olur. Görürsünüz, qaş çəkmək o qədər də çətin deyil. Bəziləri götürür bu kvadrat kimi sxem kimi işləyir. Amma bu düzgün deyil. Çünki o sxemi sonra silmək var. Ya bu sxemi çəkib sonra yumuşaltmalısınız ki, qaşın içində o bilinməsin. Amma mən məsləhət görərəm ki, 3 nöqtə ilə işləyəsiniz. Başqa nə izah edeyim?